Bismillah. 25 aprelə bürclərin ən dəqiq astroloji proqnozu və günün pulda ən güclü, ən şanslı və ən gərgin bürcləri ilə bərabər. Bürclərin 25 aprel proqnozu belədir. Qoç, enerjin yüksəkdir, amma səbirli olmaq vacibdir. Tələskən qərarlar işini çətinləşdirə bilər. Buğa, stabil və uğurlu gündür. Maddi baxımdan yaxşı xəbərlər ala bilərsən. Əkizlər, ünsiyyət baxımından güclü gündür. Yeni əlaqələr sənə fayda gətirə bilər. Xərçəng, duyğuların ön plandadır. Ailə ilə bağlı məsələlərdə diqqətli və anlayışlı ol. Şir, özünü göstərmək üçün ideal gündür. Diqqət mərkəzində olacaqsan. Qız, iş və maliyyə mövzusunda uğurlu gündür. Planlı hərəkət etsən nəticə verəcək. Tərəzi, biraz qərarsızlıq yaşaya bilərsən. Tələsmədən seçim etmək daha yaxşıdır. Əqrəb, güclü və qərarlı olacaqsan. Çətin məsələləri həll etmək üçün uyğun gündür. Oxatan, şans səndən yanadır. Yeni imkanlar və uğurlar mümkündür. Oğlaq, iş yükü arta bilər. Səbr və disiplin səni uğura aparacaq. Dolça, yaradıcı ideyaların çoxalır. Yeni planlar və layihələr üçün yaxşı zamandır. Balıq, intuisiyan güclüdür. Hisslərini düzgün qərar verməyə kömək edəcək. Günün ən şanslı bürcləri buğa, maddi uğur, oxatan, böyük fürsətlər, şir, diqqət və uğur. Günün ən gərgin bürcləri qoç, tələskənlik, tərəzi, qərarsızlıq, oğlaq, yorğunluq və iş yükü.